Səbail doğma meydanda Cəbrayılı qəbul edib. Görüşdə hesab 12-ci dəqiqədə açılıb. Dənizçilərin heyətində Alfonso Almeida fərqlənib. %25-ci dəqiqədə Fəxri Məmmədli ikinci dəfə qonaqları meydanın mərkəzinə dəvət edib. Təşəbbüsü əldən verməyən paytaxt təmsilçisi 7 dəqiqə sonra Rəşad Həsənovun avtoqolu ilə hesab arasındakı fərqi 3-ə çatdırıb. İkinci hissədə ev sahiblərinin üstünlüyü şəraitində keçib. Maçın sonlarına yaxın təzyiqi artıran Səbail 5 dəqiqə ərzində daha 3 qol vurub. 84-cü dəqiqədə Ruslan Varansov, cəmi 3 dəqiqə sonra Qurban Səfərov, 89-cu dəqiqədə isə Roman Hüseynov adını tabloya yazdırıb. 6-0 hesablı qələbə qazanan Səbail turnir cədvəlində ikinci pilləyə yüksələrək elitaya vəsiqə şansını bir qədər də artırıb. Maçın ardından Səbailin baş məşqçisi Adil Şükürov qələbə təəssüratlarını bölüşüb. Yaxşı komanda qarşı oynadıq. Həqiqətən Cəbrayıl komandası onun ilk dəqiqələrindən təzyiq eləməyə başladı ki, komandamız bu təzyiqdən ilk qoldan sonra tam olaraq toparlamaya başladı yavaş-yavaş. Üç komanda ikinci yer uğrunda daha sıx mübarizə aparır. Baku Sporting, Mingəçevir komandası və biz. Təbii ki, burada ağır olacaq, bizim üçün çətin olacaq. Amma çalışıb bu artıq son mərhələdir və son mərhələni axıra qədər oynamalıyıq. İnşallah ki, düşünürəm digər komandalarla da hələ son olaraq Mingəçevirlə də sonuncu oyunumuz var. O oyuna qədər biz çalışıb xal itirməməyə çalışmalıyıq. Hazırda çempionata 53 xalla Şəfa başçılıq edir. Aktivində 46 xalı olan Səbail ikinci, onlardan bir xal az toplayan Mingəçevir üçüncü, 42 xala malik Baku Sporting isə 4-cü pillədə qərarlaşıb.